Sevgisiz həyat insanları uçuruma yuvarladır. Mənə elə gəlir ki, əgər bu ifadəni işlətmək mümkündürsə, sevgi defisiti yaşayırıq müasir dövrdə və ailələrdə övladları, valideynlər sevgi ilə təmin etməlidir ki, insanlar bəzən sevgi dilənçisinə çevrilir. Cəmiyyətdən sevgi dilənir, diqqət dilənir və bu insanı uçuruma aparır. İnsan ailədə sevgi ilə tam təmin olunarsa, sevgi barədə gözü tox olur və kimlərinsə sevgisinin əsrinə çevrilmir. Yəni, sevgi insanı ucaltmalıdır, belə deyək, aşağılamamalıdır. Amma bəzən diqqətsiz mühitdə, ailədə sevgi görməyən insanlar həmişə həssas olur və başqalarından umur, həmişə kimlənsə konfliktdə olur, umuküsüdə olur, bədbin əhval-ruhiyyədə olur, negativə köklənir. Bütün bunlar sevginin azlığının nəticəsidir. Mən hesab edirəm ki, cəmiyyətdə sevgi çox olarsa insanlar xoşbəxt olur və sevgi insan həyatının məna bəxş edən əsas amillərdən biridir. Sevgisiz həyat isə insan nə qədər zəngin olursa olsun, dünyanın sahibi belə olsa, sevgisi insan yoxsuldur. İmam Hüseyin əleyhissalamın bir duası var. İlahi, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb. Doğrudan da insan sevirsə, aşiqdirsə Allaha, varlığın qaynağı Allahdırsa, o sevgini tapdıqdan sonra bütün varlıq aləmində sevməyə başlayırsan. Yəni, o ilahi eşqi paylayırsan insanlar arasında. Doğrudan da bu həyata başqa bir məna bəxş edir, başqa bir ləzzət qatır və sevgisiz həyat, bir daha deyirəm, maddi rifah da olarsa, elmi inkişaf da olarsa, sevgi olmazsa cəmiyyət yoxsuldur və o cəmiyyətdə cinayətlər də çoxalır, intiharlar da çoxalır, depressiyalar da çoxalır. Çünki insanlar sevgiyə, sevib sevilməyə ehtiyaclıdırlar.